yəni nə varsansa, hamısı əlimizin içindədir də. Nə varsa əlin içində göstərir. Keçmişi də göstərə bilir, indikini də, gələcəyi də verir ki, göstərir ki, yəni bu ola bilər. Məsələn, xəstəlikdirsə, deməli özünü qorumalısan. Tam olaraq xəstəliklər adlarına qədər, yəni bilinir ki, bu xəstəlik olacaq səndə. Var, 70% mən üzə çıxarda bilmişəm. Yüzlərlə adamı həkimə göndərmişəm. Bu yaxında da olub, eyni şey aparat da göstərib. Mən bilmirəm ki, mən onu səhiyədən nə tərk edib bunu özümü sübut edeyim olmağına. Yəni bunu bacarıram və yaxud da ki, onlar üçün maraqlıdırmı? Bəlkə heç maraqlı da deyil. Amma bunu göstərmək olur əldən. Və dəqiq, hətta xırda səbəblərində demək olur. Sadəcə olaraq, məsələn, təhlükəlidirsə, orada adı işarələri olur. Burada vəbşə şeylər var da. Aha, bəli, burada əl işarələri var da. Baxın, baxın, burada xəstəliklə bağlı yoxdur. Bax, burada var. Baxın, deməli, burada göstərir, bu şiş işarəsidir, şişdir. Qadın qadınlığındadır. Bildiniz? Vəz böyüməsidir. Amma bunun rəngi tünd olanda pis xəstəlikdir, rəngi açıq olanda bu sağalan xəstəlikdir. Göndərirəm sağ ki, ginekoloğa, gedib özü aparatlardan çıxartır, analiz edir. Əgərsə reallıq olmağına var. Qalan həkimlikdir, mənlik deyil ki. Yəni orada artıq hətta həkim deyir ki, bunu götürmək lazımdır, uğurlu olur özdə həmən əməliyyat və yaxud da ki, müalicə ilə. Əgərsə onun içində krest, yəni kəsişən xətt varsa, biraz çətin keçir. Əgərsə ulduz varsa, o artıq biraz problem yaşayır, hətta sağalmaya da bilər. Əgərsə ulduzdan savayı o xətt çox tünd rəngdədirsə və nöqtələr varsa, o artıq onkolojiyaya da çevrilə bilər. Bildinizmi? Yəni burada işarənin üstündə, həmən xəstəlik işarənin üstündə baxır nə şey var da, nə işarət, bəli. Vahid müəllim, onda belə başa düşürəm ki, bəxtimiz alnımıza yazılmır, bəxtimiz əlimizə yazılır. Ümumiyyətlə bəxtimiz taleyimizə yazılır, ruhumuza yazılır. Yəni bu əlimizdə yazılır, əlimizdə əlamətlərini göstərir. Əlamətləri göstərir. Biz Bibliyada da var. Yəni biz əlimizin içinə baxmaqla bu işarələrdən əgərsə anlayışımız varsa, biz özümüzü tanıyırıq, dostumuzu tanıyırıq, uşağımızı tanıyırıq, işdə iş yoldaşlarımızı tanıyırıq. Əgərsə bunun xüsusi məşğuldursa, psixoloqdursa, hətta qarşısına onun qəbuluna gələn insanı daha yaxşı anlayır, daha yaxşı tanıyır və səbəblərini daha yaxşı araşdıra bilir. Bir var, psixoloqa gedəsən, danışasan, nağılda danışmaq olar. Bəli. Və psixoloq ona inanaraq, etibar edərək istiqamətini yönəldə bilir. Yəni, afyor da ola bilər, düzgün insan da ola bilər, dərdini söyləyən də ola bilər. Amma burada əldə keçərli deyil. O alınmır artıq. Yəni, sən onun üçün danışırsan, problemlərini sən ortaya çıxartırsan, səbəblərini göstərirsən və istiqamətini də verirsən. Əslində, ən gözəl psixologiya budur. Və digər bir tərəfdən, bəli, o bizi tanımaqdan ötürü, yol göstərməkdən ötürü, inkişaf elətdirməkdən ötürü Allahdan gələn bir əlamətlərdir. Yəni, bunlar hamısı səbəblərdir. Məsəl üçün, saçını ortadan ayırmışsan, düzdür? Deməli, uzaq görən və müdrik olmağa çalışırsan. Başqalarına yol göstərməyə meyillikdir bu. Əgərsə yanadırsa, digərlərini cəlb eləməkdən ötürüdür. Yenə də cəlblik var, bu heç. Bu sevmədir. Əslində cəlblik deyil, sevmədir. Əgər yuxarı verirsənsə, bu qanunpərəstdir, konkret biraz da qanunlardan daha çox istifadə edir. Əgər qabağa tökürsə, bu xaos bir xüsusiyyətdir. Yəni, diviziyya, hərəkət. Yəni, görürsünüz, adi saçın forması. Hətta orada uzun, qısa, yəni çox əlamətlər var. Bəli, hətta buruq, düz olması. Bəli. Qaşın özünün də bəziləri çox yuxarı düzəldir özü üçün, niyə? Təsir göstərsin. Özünü sərt göstərsin və qorxuducu bir hal yaratsın qarşısındakına. Yəni, məna verir də bu. Yəni, bütün bunlar hamısı, hətta dişlərin quruluşu, dodaqların quruluşu, çənə, yanaq, hamısı rol oynayır.
Bunlar buna fiziognomiyadır. Onunla da məşğul olan mütəxəssislər var, Bəli, alimlər bəli. var. Əllə də məşğul olanlar var. Yəni jestlərlə, bayaq dediyim Bəli, kimi bəli, bəli. bədən. Yəni bunlar hamısı götürüləndə həm psixologiya, həm filosofiyadır. Filosofiyadır.